Salam, gün ortanız xeyirli olsun. Mamam dedi ki heç kimə heç nə demə, heç kimə ağlaşma, ama evdə vəziyyətimiz elə də yaxşı deyil. Bugün sabah buranın kirasının vaxtıdır. Su, qaz, işıq üst-üstə yığılıb. Buradan utanaraq deyirəm. Çünkü başka çarəm qalmayıb. Dəstək olmaq istəyənlər profilimə yazsın. Heç kim məcbur deyil. Allah xatirinə buradan hər birinizi qucaqlayıb öpürəm. Söz tapa bilmirəm deməyə. İnşallah mamam görməz videoyu. Videoyu akşama kimi silməyəcəm. İnşallah akşama kimi heç olmasa bir 100 manat yığsaq, bu kommunalı ödəsəm bəs eləyir mən. Kiranı da bir şəkildə həll eləyərəm. Allah'a emanet olun.